Bismillahirrahmanirrahim. Elhamdu ve sana'u lillah Rabbil alemin. Bari'il halaigi ecma'in. Ve salatu ve selamu ala abdillahi ve rasulih ve sefiyyihi ve nebiyyih ve hafizi sirrih ve mübellighi risaletih Seyyidina ve nebiyyina ve mevlana Ebil Qasimi Muhammed ve ala ehli beytihi tayyibine tahirinel ma'sumin siyama begiyetillah fil erazin ervahuna ve ervahul alemin li turabi maqdamihil fida ve la'natullah ala a'daihim ecma'in minel ana ila qiyami yevmiddin. Rabbi şrah li sadri ve yassir li emri vahlul uqdatan min lisani yefqahu qavli. Kur'an-ı Kerim'in mübarek olan Kıyamet Suresinin ilk ayesinde Allah buyurur: La uqsimu bi yevmil kıyame. Andolsun kıyamet gününe. La uqsimu bi nefsil levvame. Andolsun özünü danlayan nefse. Bu iki andın özünün uzun şerhi var. Niye göre Allah kıyamete and içtikten sonra hem de insanın nefsine and içir, özü de ki özünü danlayan nefsine. Ben o barədə danışmıram bugün, keçmişdə də yadıma gəlir ki söhbətlərimiz olub bu barədə. Deyir, and olsun qiyamət gününə, and olsun özünü qınayan nəfsə. Əyyəhsəbul insan əllən nəcmə'ə izamə. İnsan elə zənn eləyir ki, biz onun sümüklərini bir yerə toplaya bilməyəcək. İnsan elə başa düşür ki, onun sümükləri çürüyəndən sonra biz o sümükləri cəm eləyib bir yerə toplaya bilməyəcək. Belə irad səsləndirirlər Peyğəmbərə. Bir nəfər getdi qəbristandan, çürümüş bir sümük tapdı, gətirdi. O çürümüş sümüyü gətirdi Peyğəmbərin yanına, ovdu əlində, atdı göyə, səpələdi. Dedi, deyirsən bunu Allah dirildəcək, kim dirildəcək bunu? Bu sümük çürüyəndən sonra, dağılıb səpələnəndən sonra hansı qüdrət bunu dirildəcək? Özü ilə müqayisə eləyir Allahın işini. Yasin surəsində var. وَالزَّرَبَ لَنَا مَسَلًا وَالنَّسِيَ خَلْقَهِ. Buyurur, öz yaradılışını yaddan çıxardıb bizə hələ misal da vurur. Sümüyü misal vurur. وَالزَّرَبَ لَنَا مَسَلًا وَالنَّسِيَ خَلْقَهِ. Qal, denən. Qalə, deyir, mən yuhil izamə və hiyə ramim. Bu çürümüş sümükləri kim dirildə biləcək? Bu sümüklər ki çürüyüb, onu kim dirildə biləcək? Allah cavab verir: Qul yuhihəl-ləzi ənşəəhə əvvələ mərrə və huvə bi kulli xalqin alim. Denən ki, əvvəl o sümükləri yaradan onu təzdən dirildəcək və o yaranmışlardan xəbərdardır, yaratdıqlarından xəbərdardır. Qul yuhihəl-ləzi ənşəəhə əvvələ mərrə. Nəyə təəccüb eləyirsən? Səni yaradıb öz yaradılışına təəccüb eləmirsən? Səni bu gözəllikdə yaradan sənin sümüyü dirildə bilməyəcək. Sən güya dəlil gətirmirsən Peyğəmbərin sözünün əksinə. Ondan sonra Allah buyurur: Bəla qadirinə alə ən nusəvviyə bənanə. Nəinki onları dirildəcək, Allah qadirdir barmaqları uzunu da dünyadakı kimi düzəltsin. Barmağın izi bilirsiniz ki, çox incə bir məsələdir. İnsanları, cinayətkarları bugün barmağının izi ilə tapırlar.
O çox incə bir yerdir. Allah buyurur, sümükləri toplamaq yox, barmaqlar uzun, uzunu da dünyadakı kimi düzəltməyə qadirik və düzəldəcək də. Sonra maraqlı bir söz buyurur. Çox maraqlı bir söz buyurur ki, ümumiyyətlə insan niyə görə qiyaməti inkar eləyir? Niyə görə insan qiyaməti qəbul eləmək istəmir? Bunun dəlili nədir? Məyər insan məntiqə əsaslanıb qiyaməti inkar eləyir? Məntiq məgər qiyamətin əksinə hökm eləyir? Ağıl qiyamətin əksinə hökm eləyir? Xeyr, elə deyil. Məsələ bundadır ki, bəzən insan özünə elə bir əqidə düzəldir, seçir ki, onun xeyrini olsun, ona sərf eləsin. Çox zaman belə olur. İnsanlar özlərinə sərf eləyən bir yolu seçir. İnsanların çoxu məntiqlə yol seçsəydi, dünyanın işi düzələrdi. İnsanların çoxu məntiqlə yol seçmir, əqidə seçmir, özünə sərf eləyəni seçir özü üçün. Özünə xeyirli hansıdır onu seçir, sonra da bir dənə fəlsəfə düzəldir onun üçün. Amma elə ilk addımında da batil fəlsəfədir. Bugünkü millətçi əqidəsi var, deyir, Türk Farsdan üstündür, ərəb Türkdən üstündür, hər millətin millətçisi var. İlk addımda bu batil əqidədir. Yaxşı, sən türksən, deyirsən, Türk hamıdan üstündür, birdən sən təsadüfən doğulardın, məsələn, deyək, İngiltərədə, onda deyəcəkdin, İngiliz hamıdan üstündür. Hani burada məntiq? Məntiq yoxdur. Bugün bu sərf eləyir, bunların siyasətinə bu uyğundur, çörəkləri bundan çıxır, bunu deyirlər. İndi yalandan bir-iki dənə də fəlsəfə düzəldirlər, məntiq düzəldirlər, güya ki, bunun hələ də məntiqi dəlilləri də var. Bir alim yazır ki, mən bir jurnalın baş redaktoru idim, din alimlərindən biri. Ayətullah Mürtəza Mütəhhəri. Deyir ki, mən bir jurnalın baş redaktoru idim bir zaman. Bir nəfər bizə məqalə gətirdi ki, onu çap eləyək. Biz baxdıq, gördük o məqaləyə ki, bu burada qadından danışır. Qadının azadlığından, qadın belədir, qadın elədir, qadını tərifləyir. Qadına doğrudan da çox zülm olunub, bu hicab nədir salıblar, baş bağlamaq. Bunlar hamısı qadına qarşı zülmdür, qadının azadlığının məhdudlaşmasıdır filan filan. Mən dedim, yox, mən bunu dərc eləyə bilmərəm. Dedim, bunu dərc eləyə bilmərəm, qəbul eləmədim bu məqaləni. 2-3 ay keçdi üstündən bu adam bir dənədən məqalə yazdı. Baxırıq, oxuyuram, görürəm, indi tam əksini yazıb. İndi deyir, nəuzubillah, əstəğfurullah, qadından alçaq varlıq yoxdur. Qadın bütün bəlaların, bədbəxtçiliklərin səbəbi qadındır. Bəşərin başına nə faciələr gəlib, hamısı qadındandır. Təəccüb elədim ki, bu 3 ayın içində bu nədir, bu fikrini tam dəyişib. Maraqlandım, maraqlananda gördüm 3 ay bundan qabaq bu bir qıza aşiq idi. O qıza aşiq idi, eşqi bunun üçün səbəb olmuşdu ki, qadın barədə bir dənə fəlsəfə düzəltmişdi. Sonra sən demə, bu evlənib, evlənəndən sonra da fəlsəfəsi alt üst olub. O qədər ziyan qadından görür, qadın bunun başına o qədər oyun açıb ki, indi də tam əksini yazır. Tam fərqli yanaşır məsələyə. Məlum olur ki, bunun fəlsəfəsinin qaynağı öz meyli istəyidir. Yalandan ona fəlsəfi don geyindirir. Dünənki təsəvvürünə uyğun o məqaləni yazır, bugünkü təsəvvürünə uyğun bu məqaləni. Hərçənd ki, onların nə birincisi düzdür, nə ikincisi. Heç biri düzdür. İnsan çox zaman öz əqidəsini öz meylinə uyğun yaradır, özünə uyğun fəlsəfə yaradır. Quran gözəl buyurur, çox gözəl. Qiyamət surəsini gedin, oxuyun inşallah. Baxın, Quran ki deyir, qiyamət barədə danışandan sonra deyir ki, qiyaməti insanlar məntiq və dəlil üzündən inkar eləmir. Bunu demir, amma kim belə aydın olur. İnsan deyir, sümüklərimizi kim toplayacaq? Qiyaməti inkar eləyir. Nəyə görə? Məntiqə əsaslanır, xeyr. Məsələ başqa şeydədir. Bəl yuridul insan ən yəfcürə əmamə. İnsan istəyir ki, onun qarşısında maniə olmasın. Ona görə qiyaməti inkar eləyir. İnsan istəyir ki, məsuliyyət altına getməsin. Sağa sola getsin, keyfini çəksin, istədiyi günahları eləsin.
Qiyaməti qəbul eləsə gərək namaz gələ dalıcan. Qiyamət var, cemaat namazı var, işi qoyub məscidə getmək var, oruç tutmaq var, həccə getmək var. Bu yandan işini rahat eləmək üçün deyir, qiyamət zat yoxdur. Çünki qiyamət varsa, haqq hesab varsa, istədiyi oyunu çıxarda bilmir deyə inkar eləyir, yalandan da fəlsəfələr düzəldir özündən. Sümüyü kim dirildəcək? Məyər Allahın qüdrəti çatmayacaq ona? Sorğu-sual olunmaq istəmir, ürəyi istəmir, nəinki ağlı inkar eləyir. Ürəyi istəmədiyindən qəbul eləmir. Ondan sonra buyurur ki, yəsəlu əyyənə yevmil qiyamə. Səndən soruşur, haçandır qiyamət günü? Bu elə bir sualdır ki, Quran ona cavab vermir. Qiyamət haçandır? O suala cavab vermir. Çünki bu sualın heç cavabı yoxdur da. Allah heç peyğəmbərlərinə də bildirməyib bunu. Heç deməyib peyğəmbərlərinə də. Bəzi alimlər deyir, bəşərin ağlından xaricdir. Çünki qiyamətə zaman məfhumunu tətbiq eləmək düzgündür. Zaman acizdir o məsələlərdə. Ona görə də onun mənası yoxdur bu sualı verməyin. Qiyamət haçandır? Mənim yadıma bir hadisə düşdü. Əli əleyhissalam minbərdə danışır, Həzrət Əli. Deyir ki, səluni qəblə ən təfqiduni. Məni itirməmişdən soruşun məndən. Nə istəyirsiniz soruşun. Bu böyük bir cürət idi. Yəni Əli əleyhissalama yaraşan söz idi. Onu hər adam deyənməz minbərdə, mən də çıxam deyəm, soruşun, nə istəyirsiniz cavab verin. O heç böyük müştəhid də cürət eləməz. Amma Əli əleyhissalam idi. Dedi, səluni qəblə ən təfqiduni. Nə qədər məni itirməmişsiniz soruşun məndən. Nə sual verdilər? Bir nəfər durdu ayağa, dedi ki, belə ki iddia edirsən, hər şeyi bilirsən, de görüm başımda nə qədər tük var. Mənasız sual. Əli əleyhissalam laf tutaq ki, dedi, sənin başında neçə 100.000 dənə tük var. Sözün doğruluğunu hardan biləcəksən? Gedib saçının tükünü 40 sonda sayanməzsən. Biri də birdən düşəcək o yanına, bunu saya bilməyəcəksən. Məntiqsiz bir dənə sual verdi Həzrət Əli əleyhissalama. Laf mən sənə dedim filan qədər, nə biləcəksən düz dedim yəni. Ona görə Əli əleyhissalam onu demədi. Onun cavabını başqa cür verdi. Dedi ki, bu cavab lazım olan sual deyil, sən mənə verirsən. Amma mən sənə bir söz deyim. Sənin evində bir uşaq böyüyür ki, mənim uşağımı, oğlumu o şəhid eləyəcək. Bunu deyə bilərəm sənə. Sənin indi evində bir nəfər böyüdürsən ki, o mənim Hüseynimin qatillərindən biri olacaq. Elə də oldu. Bax, bu məntiqli cavab. Sözü dediyi tarixdə düzdüyünü sübut elədi. Zaman keçəndən sonra gördülər, hə, Yezdin qoşununda bunun oğlu da elə var idi. Sənin evində bir uşaq böyüyür ki, mənim oğlumu o öldürəcək. Öldürənlərin içində o da var. İnsan gərək elə sual versin ki, ona faydası olsun, ona xeyri olsun. Hədislərdə də var ki, öz enerjinizi sərf eləməyin boş yerlərə. Elə sözlərin, elmlərin dalıca getməyin ki, onun sizə heç bir faydası yoxdur. O qədər suallar verirlər. Mən bir dəfə bir yerdeydim, danışdım başqa bir mövzuda. Bir durdu, mənim bir sualım var. Dedim ki, sən nə soruşacaq? Dedi ki, indi bir nəfər cənazəni aparır bastırmağa, bu yandan da toy maşını gəlir. Gəlin maşını. İndi bunun hansına yol verməlidir? İndi bunun nə fərqi var? Hansına yol verməlidir? Heç yazılmayıb da bu. Yəqin ki, indi cənazə birinci keçməlidir. Bunun sənə nə istisi var, nə soyuğu var, mühüm məsələlər qalıb, cənazə tez keçəcək, ya gəlin maşını. Heç bir isti soyuğu yox. Mənasız suallar. Eşitmişsiniz demişəm, dedilər ki, bir ruhaniyə sual verirdi. O hansı namazdır ki, üzr istəyirəm, eşyəyin anqırması ilə batil olar. Deyir, başa düşmədim bu sualı. Deyir, sən indi mən cavab verim, sən alimsənsə gərək bunu bilərdim. Dedi, yaxşı, buyur, cavab ver. Dedi, bir nəfər, üzr istəyirəm, ulağa minib, eşyəyə minib, səhrada yol gedir. Bütün səfər azuqəsi də bu eşyəyin üstündədir. Bunun bir qədər suyu da var yanında ki, eşyəyə yükləyib onu. Birdən eşyək itdi. Bu da
su ki yoxdur yanında neynədi? Teyəmmüm elədi, namaz qıldı. İndi teyəmmüm eləyib namaza başlayıb, birdən eşşəyin anqırtısı gəldi. Bu bildi ki, su var. Su varsa teyəmmüm batildir, namazda batil olur. Bu tapmacadır. Gedib evdə oturub fikirləşib tapmaca ki, mən buna sual, mən nə bilim sən nə fikirləşmirsən evindən, nə sual verirsən. Bir var belə mənasız suallar ki, İslam deyib, belə şeylərin dalıca getmiyor. Musa Peyğəmbərin anasının adı nə idi, nə bilim nə idi, Quran deməyib nə idi. Musa Peyğəmbərdən o qədər ibrət almalı hadisələr var, ona bax. Arvadı niyə dərin bastırırlar, kişini dayası, heç elə şey məsələ şəriətdə də yoxdur. Belə-belə suallar məclislərdə, amma Allah buyurur, Peyğəmbər hədislərdə buyurur ki, elə şeyləri öyrənin ki, onun sizə faydası olsun, onun sizə bir əhəmiyyəti olsun. Bunlar da soruşur, qiyamət haçandır? Allah bu sözü deyəndən sonra suala cavab vermir. Suala cavab vermir. Belə deyir dalıca. Buyurur, فَإِذَا بَرِقَ الْبَسَرِ və xəsəfəl qəmər. Elə ki, gözlər bərəldi. Zamanını deyə bilmərəm, amma deyim xüsusiyyətlərini ki, sizin üçün bu daha lazımdır. فَإِذَا بَرِقَ الْبَسَرِ. Elə ki, gözlər bərəldi. Və xəsəfəl qəmər. Elə ki, ay tutuldu. Və cümə əş-şəmsu vəl-qəmər. Elə ki, ayla günəş birləşdilər. Yəqulul insanu yevmə izin əynəl məfər. O gün insan deyər, qaçmağa yol hardadır? Qurtuluş yolu hanı? Kəllə, la vəzər. Xeyr, o gün heç bir sığınacaq yeri yoxdur. İlâ Rabbikə yevmə izinil müstəqər. O gün qərargah Allahın yanındadır. Qərar tutulacaq yer Allahın yanındadır. Bunları soruşun Allahdan. Onun xüsusiyyətlərini soruşun. Soruşun ki, neyniyək qiyamətin əzabından amanda qalaq. Soruşun ki, neyniyək cəhənnəmdən nicat tapaq. Neyniyək sənin rəhmətində qərar tutaq. Bu sualları soruşun. Ondan sonra buyurur, yunəbbəul insan yevmə izin bima qəddəmə və əxxər. O gün insana əvvəlcədən göndərdiyi və sonra göndərdiyi əməllərdən xəbər verərlər. O gün insana öz əməli barədə xəbər verərlər. Amma qiyamətin xəbəri necədir? Bizə kimsə danışacaq ki, sən yadındadır filan gün filan şey elədin. Yox, danışmayacaqlar. Quran başqa cür buyurur. Buyurur, yevmə izin yəsturun nəsu əşdətən liyurav ə'mələhum. O elə bir gündür ki, insanlar qəbirlərindən pərakəndə qalxarlar və əməllərini görərlər. Fəmən ya'məl miskalə zərrətin xeyrən yara. Kim bir zərrə ağırlığında xeyir iş görüb onu qarşısında görəcək. Və mən ya'məl miskalə zərrətin şərrən yara. Kim zərrə ağırlığında pis iş görüb onu qarşısında görəcək. Orada danışmağa, sözə ehtiyac yoxdur. Orada insanlar öz əməllərinin sərgisinə baxacaqlar. Necə sərgiyə gedib baxarsan, qiyamətdə insan əməlini, həqiqətini, əməlinin surətini görər, şəklini yox. İnsan öz əməllərini istər çirkin olsun, istər salih, qiyamətdə əməlin özünü görər. İqra kitabəkə kəfə bi nəfsikəl yevmə həsibən. Oxu öz kitabı, özün özü haqq hesaba çəkməyə kifayətsən. Heç sənə qıraqdan söz deməyə ehtiyac yoxdur. Əl-yevm nəxtimu alə əfvahihim. O gün ağızlarına möhür vurarıq. Və tükəllimunə əydihim. Əlləri danışar. Və təşhədu ərculuhum. Əzaları şəhadət verər. Bimə kanu yəksibun. Elədiyi əməllər barədə. O gün dilə fürsət verməzlər, əməlləri yozsun. Dünyada dil nə istəyirdi, danışırdı. Əl-yevm nəxtimu alə əfvahihim. O gün dillərinə, ağızlarına möhür vururlar. Onlara danışmaq fürsəti verilməz. Orada hər şey aydındır. Hər şey aydındır. Orada bələdçiyə ehtiyac yoxdur. Orada hər şey gün kimi aydındır. Əməllər özü zahir olar. İnsan öz əməlinə kənardan baxar. Elə bilər ki, indi eləyib o əməli. Və burada bir nöqtəni də istəyirəm deyəm, o nöqtə bundan ibarətdir ki, əvvəlcədən göndərdiyi və sonra göndərdiyi, bu nə deməkdir? Əməllər. İnsanın əməlləri iki cürdür.
Bir insan öz sağlığında özü üçün əməl göndərir. Məsələn, bugün biz namaz qıldıq. İndi söhbət edirik, oturmuşsunuz burada, mən danışıram, siz qulaq asırsınız. Bunlar hamısı bizim zəxirəmizdir. Bunlar əməldir ki, biz göndəririk öz sağlığımızda. Hələ ruh bədənimizdədir, əməli göndəririk. Ona görə Quran buyurur ki, ey iman gətirənlər, qorxun Allahdan, baxın, görün nə göndərir sözünüzdən qabaq. Sizi gözləyəcək orada. İndidən baxın, yaxşı şey göndərin ki, yaxşı şeylərlə orada gedib qovuşasınız. Biri var, insan öz sağlığında elədiyi əməl. İkincisi də var, insan öləndən sonra onun namı əməli bağlanmır. Bəzi işlər var ki, onun savabı ya günahı insana yetişir. İnsan üzr istəyirəm, bir dənə fəsad mərkəzi, bir dənə pozğun bir yer yaradıb, indi ölüb gedib, o yerinə qədər işləyəcək, buna onun günahı yazılacaq. O ki, Peyğəmbərdən sonra əleyhissalamı xilafətdən uzaqlaşdırdılar, bir dənə ixtilaf yaratdılar müsəlmanların arasında. Bugünkü günə qədər müsəlmanların arasında nə qədər ixtilaf var, o ixtilafı salanların hamısının namı əməlinə də yazılır olar, hamısı. Ta qiyamət gününə qədər nə qədər haqsızlığı var, o əleyhissalamın haqqını qəsb edənlər cavab verəcək ona. O birdən qutarmır, bunu eləməklə qutarmır. Şər iş də belədir, xeyir iş də belədir. Kim bir xeyir işin əsasını qoysa, hədis buyurur, qiyamətə qədər o xeyir işi görənlərin hamısının savabı qədər buna savab yazılar. Bir adam bir dənə xəstəxana tikdirib Allaha görə, Allaha xatir, tərif üçün yox. Bir adam bir dənə məscid tikdirib Allaha görə, özü ölüb gedib, orada nə qədər ibadət edirlər, nə qədər xəstə müalicə olunur, onun namı əməlinə savab yazılır. Bir adam bir dənə kitab yazıb, ondan bir dənə xatirə qalıb, cəmaat qulaq asır, ya oxuyur, öyrənir, hidayət olur. Nə qədər ondan istifadə edirlər, ona savab var. İnsan salih övlad qoyub gedib özündən sonra. O salih evlad nə qədər savab iş görür, ata da savab aparır ondan. Bəlkə deyirlər, Bismillah deməklə atanın, ananın günahları bağışlanır. Mömin olublarsa ata-ana. Salih övlad qoyub gedibsə özündən sonra. Ona görə insan bunların hamısını qiyamət günündə görəcək. Hamısını görəcək. Bunları deyəndən sonra axırına yavaş-yavaş yaxınlaşırıq. Buyurur, kəllə bəl tuhibbunəl acilə. Xeyr, siz ötüb keçəni çox istəyirsiniz. Tez gedəni, dünyanı sevirsiniz siz. Həyif bu qədər sözdən sonra siz genə aradan gedən şeyi sevirsiniz. Və təzərunəl axirə. Axirəti isə buraxırsınız. Axirəti yox, genə də dünyanı sevirsiniz siz. Hərdən bizə deyirlər ki, bu qədər ki, siz dünyanı istəyirsiniz, cəmaatda heç rəğbət qalmaz pul qazanmağa. Məhər möminlər elə kasıb olmalıdırlar. Biz də cavab veririk, xeyr, İslam deməyib qazanmayın, deyib dünyaya rəğbətsiz olun. Onda da sual verirlər ki, yaxşı bir adamın bir şeyə rəğbəti yoxdursa, onu necə qazansın? Bir şey istəmirsə, onu necə qazansın? Biz də cavab veririk ki, Allah daha ali şeylərə rəğbətləndirib insanı. Deyib, o şeyləri əldə eləmək istəyirsənsə, halal ruzu qazan. İbadət 10'dursa 9'u halaldan ruzu qazanmaqdır. İnsan ki, evindən səhər çıxır, ruzu dalıcan. Mömin əgər başa düşsə nə qədər savab var, dünyapərəstin ən dünyapərəstindən daha çox dünya üçün çalışar. Amma Allah niyyəti ilə, axirət niyyəti ilə. Mən dəfələrlə bunu demişəm, iki vəzifə müsəlmanların bugün boynunda var. Bir elmə yiyələnmək, bir də maddi qüdrətlərini artırmaq. Bu iki vəzifə şəri vəzifədir. Bir adam biri var, bunu vəzifəsi üçün eləyir, Allaha görə eləyir, bu başqa məsələdir, bu elə axirətdir. Amma yox, ötüb keçən Quran buyurur ki, Ricalun la tulhihim ticaretun və la bey'un ən zikrillah. Mömini belə tərifləyir. Deyir, mömin o adamdır ki, o kişidir ki, o insanlardır ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr eləməkdən saxlamaz. İslam demir, ticarəti buraxarlar. Ya eyyuhəl-ləzinə amenu İza nudiyə lis-salati min yevmil cumu'a. İndi oxuduq Cümə surəsi. Ey iman gətirənlər, elə ki azana namaza çağırıldınız cümə günü.
İza nudiya lis-salati min yawmil cumu'a fas'au ila zikrillah və zərul bəy. Tələsun Allahı zikr eləməyə və alış-verişi buraxın. Fas'au ila zikrillah və zərul bəy. فَإِذَا قُزِيَتِ الصَّلَاةِ فَانْتَشِرُوا فِي الْأَرْضِ وَابْتَغُوا مِنْ فَضْلِ اللّٰهِ وَاذْكُرُوا اللّٰهَ كَثِيرًا لَعَلَّكُمْ تُفْلِحُونَ. Elə ki namazınızı qıldınız, xutbə qurtardı, gedin yenə də dünya yer üzünə dağılın və ruzu tələb eləyin. Allahın fəzlindən istəyin. Amma Allah'a da yadınızda saxlayın. وَإِذَا رَأَوْا تِجَارَةً أَوْ لَهْوًا انفَضُّوا إِلَيْهَا وَتَرَكُوكَ قَائِمًا. Peyğəmbər cümə namazı qılmışdı, xutbə oxuyurdu cümə namazından qabaq. Xutbə oxuyurdu, ayaq üstə dayanmışdı. Birdən çöldən səs gəldi, təbil çalırdılar, mal satmağa, nəsə satırdı bir nəfər. Oynan müəyyən səslərlə cəmaatı çağırırdı. İndi necə qışqırmırlar, filan şey satıram. Onda da onu musiqi alətləri ilə eləyərlərmiş. Quran buyurur ki, elə ki onu eşitdilər, ayaq üstə səni qoydular, Peyğəmbərin sözü ağzında qaldı, bunlar məsciddən çıxıb qaçdılar alver eləməyə. 11 nəfər qaldı məsciddə. O ki dillərə səhabələr belə, səhabələr elə, belələri də vardı onların içində. Peyğəmbərin xutbəsini ağzında qoydular. Allah buyurur, elə ki ləhvin, bihudə şeyin, ticarətin səsini eşitdilər, tərakukə qaimən, ayaq üstə səni qoydular, getdilər. Qul ma indallahi xeyrun minəl-ləhvi və minət-ticarə. Denən Allah yanında olan ticarətdən daha xeyirlidir sizin üçün. Allah ruzu verənlərin yaxşısıdır. Ötüb keçənə könül bağlamayın. Ötüb keçən dünyanı qazanmağa da ona görə qazanın ki, Allah yolunda xərcləyəsiniz. Onda çox şərafətlidir. Bir nəfər bunu da deyim, sözümü tamamlayayım. Namaz qılırdı, bağı var idi bir ərazidə, Mədinə şəhərində. Öz bağında namaz qılır. Namazını qılanda birdən gözü sataşdı ağaca, quşa, nəmnəyə, fikri dağıldı. Bir də gördü ki, namazın rikətlərini də çaşdırıb, neyniyib? Gəldi Peyğəmbərin yanına, deyə Rəsulallah, mən ki hiss elədim, bu bağın məhəbbəti mənim ürəyimdə var. Namazda huzur-u qəlbimə mane olur, fikrimin cəm olmasına mane olur. Çıxış yolu budur ki, bunu mən ehsan edirəm Allah yolunda, verirəm sizə. Peyğəmbər də qəbul elədi, onu 2000 dirhəmə satdı, payladı fəqirlərə. Dünya gəlib mane olanda qəlbdə o dərəcədə yer tapır ki, insanın vəzifəsini icra eləməkdən çəkindirir, o dünyanı quran pisləyir. O dünya ki, mane olur insana Allaha çatmağa. Yox, mane olmursa, bütün dünyanın sərvəti sənin əlində ola Süleyman Peyğəmbər kimi. Əgər sənə mane olmursa, o dünya da öyle ahirətdir. Onu bəyənir İslam. Öyle ahirətdir insan üçün. Ona görə deyiblər ki, gördünüz ki, dünya məhəbbəti sizin ürəyinizdə çoxdur. Onda onun çarəsi budur ki, dünyanı ürəyinizdən çıxartmaq üçün sevdiyiniz şeyləri verin Allah yolunda. Ən çox ürək bağladığınız şeyləri Allah yolunda verin. İnsanın qiyamətə etiqadı olsa, ahirətə etiqadı olsa, o olacaq insan. Kərbəla hadisəsinə baxın, 2 dənə cəbhədir, hər ikisinə baxın o insanlara. Bir dəstədə Zeynəbdir ki, deyir, ma rəeytu illa cəmilən. Gözəllikdən başqa bir şey görmədim. O qədər qurban verməklə hər şeyini Allah yolunda verir, qiymət verir axırda ki, dedi ki, Kərbəlada nə gördün? İstədi xanım Zeynəbin ürəyinə yara vura. Buyurdu ki, ma rəeytu illa cəmilən. Gözəllikdən başqa bir şey görmədim. Ahirətə inanan insan belə yaşayır. Ki, baxın, görün, nə gözəlliklər var Kərbəlada. Nəyin nəticəsidir? Ahirətə olan inanın. Bu yandakılar da insandır. Nə qədər alçaqlıq mümkün idi elədilər orada. Da bir şeyə yer qoymadılar. İnsan nə qədər alçala bilər, o qədər də alçaldılar. Ondan o yanası da yox idi. Nəyin nəticəsində? İmam Səccada İmam Hüseyn ağa dedi. Dedi, şeytan olaraq toxunub Allahı və qiyaməti unudub ona görə. Qiyaməti ki, insan unutdu, onda da nə istəsə eləyəcək. Nə qədər sən kitab yaz, danış, xeyri yoxdur.
Bəzən bizim indi müasir dünyanın təzadlarından biri də budur ki, istəyirlər insanı islah eləməyə. Amma başa düşmürlər ki, ahirətə inam, Allaha inam olmasa insan islah olmaz. İnsanın islahı Allaha etiqadında. Mənəviyyat ancaq imanın üzərində ola bilər. İman olmadan mənəviyyat ola bilməz. Biz amma təzə yol istəyirik, kəşf eləyək ki, mənəviyyatdan danışaq, amma imanı qəbul eləməyək. Bu yol heç zaman nəticə verməz. Mənəviyyat ancaq iman üzərində köklənsə olacaq mənəviyyat. Allahümmə innan nəsəlükə və nəd'uk bismikəl azimil əzəm, əl-əzzil əcəllil əkrəm və bil Hüseyni